oradan şuraya bizim askerdi. Şuradan şuraya gavurdu şuraya. Ateş atacak. Şu kalasında oturmuşam. Andolsun inandığımız Allah'a. İlk kişi kudurmuştu Ermenilerin neşe yemeyden. Söylenirdi böyle. Dağın uca dağlardan, Tursu'dan geçip Tursu'dan içmişim oğlum. Bu şu kalasının bir gireceği, bir çıkacağı vardı. Yaxşı bir, güzel bir baxırsan, dağ çəkilib uca dağlar. Ne diyeyim oğlum, Kəş kəndində vuruşma alırdı ki, yoldaşlar geldiler. Yoldaşlar geldiler, çektiler bizi dala. Kimler idi onlar? Onlar, Kim idi? onlar gelenler 17. ilde geldiler oğlum, 17. ilde partiyanın üzvləri geldiler onlar, aldılar. Ermeniler oğlum, Ermeniler pisdiler, çok pis millətdiler onlar. Hərbi marşlar bilirsiniz. Onlardan heç yazıda düşəni var, hərbi marş. Hərbi marş, hə. Valla biraz yadımda qalıb. Heç olmasa Bu ağaclar, gözəl quşlar, yürüyelim arkadaşlar. Səsimizi yer göy illəsin. Takımlarla her yer illəsin, illəsin. Biz vətəni söyməliyiz. Ona can vermeliyiz. Allah Allah rəhbərimiz. Ağlamağım gəldi o. O mənim yadımdan çıxmıyor. Beləncə şərqlər oxuyurduq. Səməd Paşa əsgərlərin pədəri çağırır silah başı irəli. Beləymiş bu milletin qədəri, geçmeliyiz, geçmək düşdü ellərə, düşmən ayaq basmasın bu yerlərə. Bəla tutar əskərlikdən qaçanı, biz söymərik vətənini satanı. Can qoyarıq, qutararıq vətəni, yaşasan çox yaşa ey əziz vətən. Müsavat ordusunun paradı olub, parad. Komandirlərin qabağından keçmişsiniz. Necə oldu o? Hərbi Bakıda parad. oldu o. Necə keçdi? O parad çox yaxşı keçdi oğlum. Ancaq o paradda oğlum, bizim burada Sabirabadda, onlar əsl Səlyanlıydılar. Avasqulu Xozeyn də oradaydı. Sonra Müsavat vaxtıydı da o zaman. Sonra Sümbulu da oradaydı. Çok adamlar oradaydı. Paradda bak. Geldik keçəndə böyle takımla keçirdik. Takımla paradda. Yaxşı keçdi orada parad. Çok yaxşı keçdi. Hərbi paradda Gəncədə bizi aparıblar. Bir 250 əskər olmuşuq. Bu qədər də belə 300-dən biraz az. Aparmışıq. Fətəli Xanxoyski ancaq onda rəhbərlik eləyib. O yığıb ha. Özün görmüşsünüz yaxın. Yaxşı görmüşəm. Paradda durub orada baxırdı. Yanında nə qədər adam. Sonra o Gəncədə o paradda olmuşam. Əhval-ruhiyyə necə idi cəmaatda? Cəmaat. Valla bizim bir dostumuz vardı. Qurbanov adı yadımdan çıxır. Oğlu Əftəksollu elə biləm. Dedi nə qədər elədik, tükanı vardı onun. Tükandan çıxıb mən gedib o parata gedə bilmədim. Cəmaatın yol olmadı getməyə. Cəmaatımız yenə hərbi parada yığışacaq. Milli ordumuz hərbi parad keçirir. İndi baxacağım da görüm bizim kimi aparacaqlar yoxsa yox. Gör nətərdir ki, yeri gəlir deyirəm, paradda gedirik. Bizim mən komandirmin, güya bu Maksud Əliyov deyirəm, gördü vaxtı. Onun şaşkası qızıl suyuna çekilmişti. Deməyən onun ucundan bebeləsi quraqmış, güya. Paradın şirin yerində, getdiyimiz yerdə Nəsib bəyin güya qabağından soğuşacaq. Gördüm o düşüb yerə. O tüvəngi elə tuttum ki, belə. Onu götürdüm, heç nə olar başa düşdü, nə şaşka yiyəsi başa düşdü. Geldim kazarmada dedim bu sen
Dedi, o nətərliyib götürmüşsən. Dedim, elə götürmüşəm, geç. Dedi, sən nə igidlik eləmişsən, gərək olar bilsəydim, yaxşı olmazdı axı. Dedim, o da ayaq altda qoymaq olardı. Mehribansılıq vardı, yəni o komandirlərlə əsgərlər. Amma parata gedəndə bir şey gördüm mən. Biz gedirdik parata. Həmin indi o ki, indi zad var, Leylin zadı, müze edirlər, nə deyirlər. Hə, paratımız orada olub. Parata dikəlib gedəndə qazarmamızda Filorman yəni yanındaydı. 100% bir saat durur o qazarma. Məktəbdir, bilmirəm nədir. Bu tərəfindədir. Günbatan tərəfində. Hə. Gördük ki, bir 300-əcən uşaq. Hamısı vayenli paltarda. 14 yaşında, 12 yaşında, nə bilim, yaşlarını ölçmədim. And olsun Allaha, onlar ki, gəldi bizlə ki, parata getdilər onlar. Biz qayıdıb gələndə gördük ha, qazarmaya. Onlar bir dəstə ilə əlində baydaq getdilər parata. Amma məxluqda bir dənə dəsmal qalmadı ki, islanmamış. Həqarətdən ağlayırdınız da, qürurdan. Hə. Söndüyündən elə ham ağlayırdı ha. O vaxtın komandirlərindən bu kimləri tanıyırsınız? O vaxtı İsrafil bəy İsrafilov, Səməd Paşa Behmandarov, Şıxınıski Əliyağa, Girlal idi o da. O Adil Əfəndi, İbrahim Əfəndi, Süleyman Əfəndi, sonra Dayı, onların böyüklüyü nədəydi? Böyüklüyü əsgərlər məhəbbətini necə qazanmış? İsrafil bəy o polkovnikidir. Ancaq Gürcülər polkovnikidirlər. İsrafil bəy o polkovnik vəzifəsini aparırdı. İsrafil bəy o. Çox gözəl oğlanıdır o. And olsun inandığımız Allah'a. Halkımızın... Onun altında bir qara at vardı, elə ki, müzikan çalırdı, at 4 ayağı ilə oynayırdı. Belə işdə, nə deyim o günlər, fəqədiyar o günlər görəsən gələr o. Sonra bu hərbi əmirlər necə, türk dilində verilirdi? Türk dilində verilirdi. Ruslar özü türk dilində danışırlardı, məcbur idilər. Başlarına da papaq qoyurlardı. Bu əmirlərdən birinin məsələn, necə əmir verirdilər? Bizim qazarmada olan polkovnik vardı, Bekov deyirlər, nəmlə deyirlər, Urus idi. Amma Azərbaycanca danışırdı. Elə bitər ha. Da Uruscan ixtiyarı yox idi danışır. Məcburiyyətdən eləyirdi. İcazə verməyirlərdi. Paradda iştirak edən cəmaatımıza, əskərlərimizə nə deyərdiniz buradan? Tutduğunuz yola Allah bərəkətli eləsin, canınızı sağ eləsin. Ancaq canla, başla işləyən bu bizim bu hökumətliyimizi. Xalqımızı müharibədən qutarsın. Müharibə, hə. Bu müharibəni başdan eləmək lazımdır. Ermənilərlə ünsiyyəti bir də qoşmuyor. İstəyir gəlsin, belə qucaqlasın, öyündə olsun, qoyma. İxtiyarı, çıx qıraq elədir ol burada. Bax, bu cür ədəvatı mən deyirəm olsun. Xalqımızın bu ayrılmasıyla qürrələnirsiniz, heç fəxri deyirsiniz. Xalqımız içində çox hərfay adamlar var. Xoşum gəlmədi. Bu səfər bu dəyişdiriş olan vaxtı bizim uşaqlar bilir. Dedim Allah da məyə aparıyız o iclasda olanda mən duraydım ayağa, 2 kəlmə söz deydim. Dedim siz nə cür insansınız ki heç birinizin sözü bir yerə gəlmir. Yaşasın Qarabağda vuruşan oğlanlar. Yaşasın onlar Allah Teala'ya al verir. Az İzzət Cəlalı xatırına. Onların başlarını uca eləsin bu Haqqı Peyğəmbər adına. Düşmanı zəlil eləsin. Oğluma and olsun, vicdanıma, and olsun, namusuma. Əgər mənim hərəkətim olsa, mən gedərəm ora. Ora gedərəm. Gedərəm. Mənim namusum. Gecə də əlim yuxarıda deyirəm, dua eləyirəm. Görmüsünüz də o günləri, ona görə. Dua eləyirəm. Dua edirəm. Allah özün kömək ol. Əlimizdə keçdi sevgili vətən. Yaşasan çox yaşa.
Ey aziz vətən, qəmlərdə bu arzu nədən bulundu? Sarıldı silahlar, bağrım yarıldı. Ağır şirəli, bağır şirəli, Azərbaycanın şanlı əskəri.